Audio Jungle. Biz bugün çəkiliş qrupu olaraq Qazax rayonunun Akköynek kəndindəyik. Kənd böyük kənddir. Hətta demək olar ki, qəsəbə kimi. Ancaq təəssüflər olsun ki, bugün bu kəndin həkim məntəqəsi bağlıdır. Xəstələri koridorlarda müalicə olunur. Bunun səbəbini öyrənmək üçün biz kəndə gəldik. Bəli, çox şikayətlər var bu kənddən. Xəstə sahibləri, xəstələrkin bizim məntəqəmiz yoxdur. Bizim məntəqəmizi əlimizdən alıblar. Bunu araşdırmaqdan ötəri biz Qazax rayonunun Akköynek kəndinə gəldik. İndi içəri keçirik, görək nə baş verir burada. Bunların şikayəti nədəndir vətəndaşların? İçəri girdik. Dəhşət bir hadisə ilə rastlaşdıq. 21-ci əsrdə Azərbaycanda Səhrət rayonunda yerləşən bir məntəqədəyik. Heç Mozambikdə belə bir hadisəyə rast gəlmək olmaz. Nə də ki, Kamerunda. Biz Azərbaycandayıq, analıqı olmayan bir devlətdə. Təəssüflər olsun, görünür ki, Qazağa hələm insan hüquqları deyilən konvensiyaların biri də gəlib çatmayıb. Çata da bilməz. Çünki Qazaxda pərdə arxasında oynayan bəzi məmurlar var. Hodru meydan deyib, çıxıb ortaya. Kimlərsə bu məntəqəni tutub, bəlli deyil, kim tutub. Həkim müraciət eləyib, yazılı surətdə yerli icra hakimiyyətinə, lazım orqanlara. Çox təəssüf, cavab ala bilməyib. Budur, koridorda xəstə müalicə olunur. Ulu öndərimizin daha mən söz tapıb deyə bilmirəm. Çünki sözün bitdiyi yerdir. Və ya Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyevin. Baxız, bu cür biz dövlətçiliyimizə xidmət edirik. Bu görünməyən bir şeydir. Bunu yalnız və yalnız dəhşət adlandırmaq olar. Təbii ki, biz Region Xəbər TV olaraq bunu araşdıracağıq sonuna qədər. Bu qədər də devlətə, dövlətçiliyə qarşı çıxmaq olmaz. Prezidentimiz bunu haqq etmədi. Çünki prezidentimiz üçün hər bir bölgə əzizdir. Hər bir bölgə üçün çalışır. Hər bir vətəndaş üçün çalışır. Bunun qarşısında isə Qazax rayonunda prezidentə bu hörməti qoyur Səhiyyə. Səhiyyə naziri hara baxır? Görünür ki, onun da hesabı gəlib çatır hər an. Mən Nağıyeva Dilarə İmamverdi qız Akköynek kənd həkim məntəqəsinin baş həkimi. Dilarə xanım, biz bugün məntəqədə dəhşətli bir hadisə ilə rast gəldik. Bunu necə izah eləyə bilərsiniz? Səbəbi nədir? Valla səbəbi budur ki, bizdə bir neçə ildir seçki yaranandan bu məntəqədə hər il kömək eləmişik, hər seçkidə yaxşı seçki geçsin, seçilsin, dövlətimizin işi qabaqda geçsin, kömək eləmişik həmişə. Ancaq son vaxtlar bir il müddətində buraya bir seçki komissiyasına bir Gövhər müəllimə deyilən qadın qoyulubdur. Gələndən bizi bilmirəm necə, gəh təhqir eləyir, gəh söyür, gəh üstümüzə qışqırır, hər cür bizi təhqir eləyirdi. Hətta o yerə çatdı ki, bir gün məni belə təhqir elədi ki, sən kimsən, hara itirsən ki, gəlibsən burada işləyirsən. Mən dedim, mən həkim, mən bura təyinat. Doktor, neçə ildir siz səhiyyədəsiz? Mən 45 ildir səhiyyədə həkim işləyirəm. Deməli, xanım bilmirmiş ki, siz 45 ildir ki, səhiyyədəsiz. Yaşıma üzümə baxanda. Haradan gəldiyiniz siz demədinizmi ona? İzah etmədinizmi ki, siz haradan gəlib? Yox, heç kəs eşitmirdi. Mən keçən seçkidə hətta elə oldum ki, onunla üzləşməmək üçün Allah haqqı çıxdım, məzuniyyətə getdim ki, mən onunla üzləşməyim də. Gəldim, seçki qutardı, qızlar məni çağırdı ki, doktor gəlin otaqları, belə şeyləri yığışdıraq yerinə. Gəldim, burada mənlə təhqir elədi, ağzına gələni dedi. Kənd Soveti də buradadır. Bax, bizim bu Kənd Sovetinin yanında mən olmazın sözünü deyil.
məni təhqir elədi. Biz kollektiv hamımız məcbur olduq seçkiyə mane olmamaq üçün seçki günü səhərisi kollektiv məktub yazdıq. 106 saylı seçki məntəqəsinə. Onda ortaya belə bir sual çıxır. Siz kollektiv olaraq məntəqəni verirsiniz seçki dairəsinə. Bəlkə o anda kənddə bir hadisə baş verdi. Vermişdi də onsuz da. Bir xəstə bura gəl. Bəs xəstələri harda siz qəbul edirsiniz? Çox çətinliklə dözdük ki, seçki qurtarsın. Telefonu apardı, otağa qoydu. Vətəndaşlar, bax, bütün kəndin vətəndaşlarından zəng edirlər ki, həkim olarmı? Deyir, bu da həkim zad yoxdur, həkim məntəqəsi zad yoxdur, bu da seçki məntəqəsidir. Ki, biz bütün bunlara dözdük ki, bir seçkimiz yaxşı keçsin, gözəl keçsin. Ancaq belə də yox. Sonra mən ikinci dəfə məktubuma yaxşı cavab gəlmədi deyim. Mən otaqdan çıxmaq vermək istəmədim. Siz hara müraciət etdiniz? Mən müraciət eləmişdim 106 saylı seçki dairəsinə, rayon icra başçısına, bir də səhiyyə şöbəsinə yazılı sürətdə və çirklərlə, məktubla göndərmişəm. Ancaq bircə səhiyyə müdürümüz gəldi, vəziyyətə baxdı, çox pis oldu, acınacaqlı belə həyacanlandı, dəhşətləndi ki, mən bəs bu seçkiyə bu qədər kömək eləyib, remont eləyib bizim müdiriyyət oranı. Özü də heç mən vermək istəmirdim. Müdürümüz xahiş elədi ki, seçkidir, qoy yola düşsün, bunlar çıxıb gedəcəklər. Biz ona da dözdük. İndi seçki qutarıbdır. Təsəvvür eləyin, otağı bağlayıb, bütün hər şey, əşyalar ortada, deyir ki, harada oturursunuz? Hansı otağı bağlayıb? Göstərdə bilərsinizmi? Çünki qaz orada, telefon orada, hər şey orada. Bu da, mənim dövlətin özünü qoyduğu qıfılı qırıb özdə. Bu qıfılı dəyişib özü bağlayıb, heç taxta tuxtanın içinə doldurub. Biz də bunu həmişə deyirik, doldururuq ki, bir dənə lazımsız otağımız var. Biz burada xəstəyə baxmaq olarmı? Doktor gəldi, baxdı, əsəbləşdi, nervləndi. Hamıya da müraciət edib, ancaq kömək eləyən yox. Qalmışıq bax belə vəziyyətdə. İndi mən də utanıram, müdiriyyətim mənə nə qədər kömək eləyib. Təmir eləmişik. Hər cür şərait qurmuşuq. İndi seçkidir, 3 ildən sonra gəl otur da. Nə deyirəm ki? Bəli, gördünüz, əziz izləyicilər, nələr baş verdiyini. Deməli, 106 saylı dairənin qiyabi də olsa, qanunsuz da olsa balansına keçib. Kim işgal edib? Bunu da biz araşdıracağıq. Nəyə görə səhiyyə bugün kimlərinsə əlinin qarşısında aciz vəziyyətdə qalsın? Sizlər nə deyirsiniz? Biz nə deyək, yerimiz yox, gələn xəstələr qalıb belə, hamilələr baxmaq lazımdır, uşaqlara baxmaq lazımdır, isti yerimiz yoxdur. Qaz da yanmır. Qaz da yanmır, telefon da yoxdur, yerimiz də yoxdur, peyvənd otağımız da yoxdur. Peyvənd otağımızı da əlimizdən alıblar. Bağlıdır. Heç nə deyə bilərik. Bəli, acınacaqlı vəziyyət dedik. Bu acınacaqlı deyil. Bu, tam demək olar ki, insaniyyətlikdən çıxan bir hərəkətdir. Biz təbii ki, dediyimiz kimi, bunu araşdıracağıq sonuna qədər. 21-ci əsr Səhrətdə yerləşən Qazax rayonu 7 kəndi işğal altında, 5 kəndi isə güllənin qarşısında. Vay be! Bizim devlətdə səhiyyə bu hala düşməsi heç deyiləsi deyil. Kadrlar özü bunu izah edir. Otağımızın biri də kitabxanaya verilir. Evet, yazıq qaylanıb. İki dənə kitabxanaya verilir. Kitabxanaya verilir. Səhiyyənin otağına verilir.
Xanım, özünüz təqdim eləyəsiniz. Mən pediatram. Doktor, Bəli. bu gün bizə bir məlumat da var ki, məntəqənin bir otağını da kütüpxanaya veriblər. Bu nə qədər düzgündür? Və yaxud da bəlkə yalan bir şayədir. Düzgündür, burada kitabxana işləyir. Fəaliyyət göstərir. Kitabxananın elə işçilərin biri gəldi. Kitabxanaya veriblər bizim məntəqənin, səhiyyənin otaqlarının otağının birini. Doktor, bu məntəqə səhiyyənin balansındadır. Bəs bu necə olur ki, kütüpxanaya mədəniyyətə verilir? Əvvəllər kənd sovetinin nəzdində idi. Biz neçə il, 5-6 il olar ki, səhiyyə nəzdinə keçib. Nə bilim, deyir, yeri olmadığı üçün gətirib məntəqənin bir otağını kitabxanaya veriblər. Bir peyvənd otağını, seçkinin taxta tuxtasını yığırlar. İndi də həkimin otağını zəbt edib ora doldurublar. Çünki mən o vaxt özüm qaz çəkmişəm ora, telefon çəkdirmişəm ki, otaq səliqəli olsun. Bugün sizdə qaz yoxdur. Bəs nə ilə isinirsiniz siz burada? Odun peç qoymuşum. Bəli, gördüyünüz kimi qaz yox, 21-ci əsrdə dədə-baba üsulundan odunla yandırılır. Biz düzəldirik qazı kəsdik. İçində də odun. Kəndə həkim lazım deyil. Bəli, biz gəldik səhiyyə. Səhiyyənin müdürü burada yox idi, mavini idi. Mavinin də xəbəri var və tək bir sözlə icra başçısı bunu həll edəcək. İcra başçısı səhiyyə deyil, Səhiyyə Nazirliyinin tabeçiliyindədir. İcra başçısı necə kömək eləyə bilər? Bax, bu sualın cavabını biz axtarmağa başlayacağıq.